Salam uşaqlar. Tənliklər sistemi 1-ci bölmə. Xətti tənliklər sistemini izah edirəm. Sual 1-dən başlayaq. Deməli, sual 1. 3-də 1 vurulsun x çıx y bərabərdir 4-dür. 4-də 1 vurulsun x plus y bərabərdir 2-dir. Tənliklər sistemindən x, y hasilini istəyir. Birinci sualımız. Deməli, 3-də 1 vurulsun x çıx y bərabərdir 4-dür. 4'də 1 vurulsun x plus y isə bərabərdir 2. Deməli, birinci tənlikdən x çıx y tapmaq üçün 4'ü 3'də 1'ə bölürəm. 4'ü 3'də 1'ə bölmək 4'ü 3'ə vurmaq deməkdir. Yəni 12. Burada isə 2'ni 4'də 1'ə bölməliyəm. 2'ni 4'də 1'ə bölmək 2'ni 4'ə vurmaq deməkdir. Yəni 8. Bu sistemi həll edirik. Bu sistemdə həll etməyə nə var ki? Tərəf-tərəfə toplasaq y-lər gedəcək. Deməli, 2x bərabərdir 12 ilə 8'i topladım 20, 20'ni də 2'yə böldüm 10. X'imiz 10'dursa, y'imiz isə olacaq mənfi 2. Niyə mənfi 2? Çünki onun üstünə neçə gəlim ki 8 eləsin mənfi 2. Deməli, sizdən də istəyir x, y hasilini 10'u mənfi 2'yə vuracaqsınız. Olacaq mənfi 20. Davam edirəm. Üçüncü sual. Sual 3. 2'ni də yaza bilərdiniz, fərq yoxdur, 3 yazdım. Sual belədir. 2'də 1 x plus y bərabərdir 3. X plus 2'də 1 y bərabərdir 6'ya. Bizdə deyir ki, x plus y cəmini tap. Deməli, bunu 2'yə vursam, 2'də 1 y olacaq y. Gəlin mənfi 2'yə vuraq. Mənfi 2'yə vuranda nə baş vermiş olur? Bu mənfi y eləyəcək ona görə. Ya da ki, yuxarıdakı mənfi 2'də 1'ə də vurmaq olar. Mən belə edirəm. Deməli, yuxarıdakı birinci tənliyi olduğu kimi köçürürəm. İkinci tənliyi 2'ni mənfi x-ə vuranda mənfi 2x. 2'də 1 y mənfi 2'yə vuranda 2'lər gedir, qalır mənfi y. 6'ını da mənfi 2'yə vuranda mənfi 12 eləmiş oldu. Y-lər getdi. 2'də 1 x çıx 2x. Yəni 0,5 çıx 2. Eləyir mənfi 1,5x. 3 çıx 12 mənfi 9. Deyərs müəllim, tərəf-tərəfə toplayırsınız, siz ama çıxdınız. 3'ün üstünə mənfi 12 gəlmək, onsuz da çıxmaq deməkdir, ona görə dedim. İndi mənfi 9'u da bölürəm mənfi 1,5'ə. Mənfini mənfiyə böləndə onsuz da müsbət eləyir. 9'u 1,5'ə böləndə eləyir 6. 90 bölü 15'də yəni 6. X'ini tapdıq. Qaldı y tapmaq. X'in bu qiymətini fərq yoxdur. Burada, bax burada da qoya bilərsiniz. Yerinə qoyub y tapmaq lazımdır. Mən aparıram ən birinci tənlikdə qoyuram. 2'də 1x, yəni 2'də 1 vur 6. Üstə gəl y bərabərdir 3'ə. 2'də 1 6'ya vuranda eləyir 3. 3'dən də 3'ün çıxıram. Eləyir 0. İndi x'imiz 6, y'imiz isə 0 eləmiş oldu. Və bizdən deyir ki, 3-cü sualda x plus y tap 6 ilə 0 toplayırsınız. Eləmiş olacaq 6. Dördüncü suala baxırıq. Dördüncü sualda demişdik ki, əgər modulların cəmi 0'a bərabərdirsə və yaxud mötəzənin kvadratları cəmi 0'a bərabərdirsə, köklərin cəmi 0'a bərabərdirsə, biz bunları ayrı-ayrılıqda 0'a bərabər edirik. Deməli, mən bu tənliyi həll edəndə 2x çıx 6'nı 0'a bərabər edəcəm. 2x bərabərdir 6'ya. 6'da 2 böldüm, x olmuş oldu 3'ə. X'i tapdım. Eyni qayda ilə eyni ikinci modulu 0'a bərabər edirsiniz. Və x'in yerinə 3'ü qoyuruq. 3 çıx 2y üstə gəlir 5 bərabərdir 0'a. 8 çıx 2y bərabərdir 0'a. Mənfi 2y bərabərdir mənfi 8'ə. Mənfi 8'i mənfi 2'yə bölürəm. Y oldu müsbət 4. X vur y istəyir. X'imiz 3'dür, y'imiz 4. 3'ü də 4'ə vurdum. 12. 5-ci sualda eyni qayda ilə hesablanır. Keçirik 6-cı sualımıza. 6-cı sualımız adi sistemdir. Deməli, sual belədir. 7x çıx 3y bərabərdir 4'dür. X plus y isə 2'dir. Deməli, bu sistemi aşağıdakını 3'ə vurmaq lazımdır. Niyə? 3y-də aşağıdakını 3'ə vururam ki,
müsbət 3y olsun ki, y-lər getsin. Ya da belə də eləmək olardı. Mənfi 7-yə vurub x-lərdə ixtisar eləmək olardı. Amma mən 3-ə vurdum. Birincini köçürdüm olduğu kimi. İkincini 3-ə vuranda x 3-ə 3x, y 3-ə 3y, 2-ni 3-ə 6. Y-lər getdi. 7 ilə 3 toplandı 10x, 6 ilə 4 toplandı 10. 10-u 10-a böldüm, x-im oldu 1. Gətirib bunu mən ikinci tənlikdə yerinə qoyuram. Birincidə də yerinə qoya bilərik. Burada yerinə qoysam 1 üstə gəl y bərabərdir 2 isə 2-dən 1-in çıxdım, y-də oldu 1. 6-cı sualda sistemi həll elə deyir. X-də 1, y-də 1. Deməli cavabımız oldu 1, 1. 7-ci sual eyni qaydadır. Sadəcə dəyişən nədir orada? Orada dəyişən oldu ki, ikisi də müsbətdir. Deməli birini mənfiyə vuracağıq. Deməli mən 7-ni yazıram. 7, 8, 9, 10 eyni qaydada hesablanır. Mən birini yazıram burada sizin üçün. Sadəcə 7-ci sualda x, y tapandan sonra onların kvadratlarının cəmini toplayırıq. Mən 7-ci sual, onun 9-cu sualı sizin üçün yazıram. Niyə? 7-ci sualda da aşağıda mənfi 3-ə vuracağıq sadəcə y-lərimizi eyniləşdirmək üçün. 9-cu sualda hər ikisini vuracağım deyə yazaq. Deməli 3x plus 2y bərabərdir 11xy hasilini istəyir. Deməli uşaqlar, burada nədir məsələ? Mən aşağını 3-ə vururam. Yuxarıdını 2-yə vururam. Niyə? 3 ilə 2-nin əksəbi nədir? 6. 6-ya gətirmək üçün bu 3-ü 2-yə vururam, 2-ni 3-ə vururam. Amma yuxarıdakı da 6y gelir, aşağıdakı da müsbət 6y gelir. Birini mənfiyə vurmaq lazımdır. Ürəyimiz hansını istəyir mənfiyə vura bilərsiniz. Heç bir fərq yoxdur. Mənim ürəyim bunu istədi deyə buna mənfiyə vuracaq. Ürəyiniz istəyirsə yuxarıdakını da vura bilərsiniz. 2x 2, 4x, 3y 2, 6y, 9 2, 18. Aşağıdakılar 3'ə. Mənfi 9x, çünki 3x'i mənfi 2y mənfi 3'ə, mənfi 6y, 11-də 3'ə, mənfi 33. Aldım sistemi, 6y-lər gedir. 4x çıx 9x, mənfi 5x. 18 çıx 33, mənfi 15. 15-i də 5'ə, x 3 olmuş olur. X'i tapdıq. Qaldı y-i tapdıq. Yenə bu x-in qiymətini birinci ya ikinci tənlikdə fərq yoxdur. Aparıb yerinə qoyuruq. Aparıb mən ikinci tənlikdə qoyacağım. 3x. Yəni 3 vur 3. Üstə gəl 2y bərabərdir 11-ə. 2y bərabərdir. 3-ü üstə vuranda 9 edir. 11-dən 9-unu çıxıram. Edir 2. 2-ni də 2-yə böldüm 1. Bizdən də nə istəyir 9-cu sualda? X və y hasilini 3-ü 1-ə vurursunuz. Olur 3. 11-ci sual. Nə deməsin 11-ci sualda? Əslində bir növ birinci suala oxşuyur. Necə? 12-ni bölürsünüz 0,6-ya. Eləyir 20. 21-i də 0,7-yə bölürsünüz. Eləyir 30. Sonra alınır aşağı sinif tənliyi. Yəni adi bir sistem tənliyi. Bir sistem tənlikdən x-in hasilini tap. Deməli birincidə 21-i bölürük 0,6-ya. O da 120 böl 6-da 20 edir. İkincidə isə 21-i 0,7-yə bölürük. O denir 210 bölü 7, 30. Şimdi bu sistemi nə var ki, əldə eləməyə? Y-lər gedir, 2x bərabərdir. 30-dan 20 topladım. 50, 50-ni 2-yə böldüm, 25. X 25 isə 25-in üstə neçə gəlmə 30 eləsin? Təbii ki, y-də 5. Sən də deyir, x vur y tap. 25-i 5-ə vurursan, 125. Və salam. On ikinci sual. Deməli, 12 x bölü y bərabərdir 0-dan dövrdə 4. 2x çıx 5y bərabərdir mənfi 4. Bir bu sistemdən 12-ci sual. Bu sistemdən y çıx x fərqini tapmaq lazımdır. Əslində bunun bir neçə cür eləmək olur. Birinci sual. Deməli, x bölü y bərabərdir. 0,4-ü yazıram 9-da 4. Düzdür uşaqlar. Niyə 9-da 4? Dövr onluq kəsirdir. Adi kəsirə çevirəndə 9-da 4. Onda x-ə 4k deyirəm. Y-ə də 9k deyirəm. Gətirib bu tənlikdə yerinə qoyuram. Deməli olur. 2 vur. X-in yerinə yazıram 4k çıx. 5y-dir. 5 vur. Y-in yerinə 9k. Bərabərdir. Mənfi 4. Tənliyi həll edirəm. 8k çıx 45k. Deməli mən səhv yazmışam. Niyə səhv yazmışam? Y bölü x-dir uşaqlar. Bu y-dir. Bu x-dir. Elə bir ki 13 ilə 12 şərtini qarışdırmışam. Deməli onda tərsinə. X-imiz 9k-dır. Y-imiz 4k-dır.
Bu 9K'dır. Bu isə 4K'dır. Deməli, onda edir 18K çıx 20. Mənfi 4'e. Mənfi 2K bərabərdir mənfi 4'e. K 2'dir. K'nı tapdıq. Da X'dən Y tapmağa nə var ki? X'imiz 9K idi. 9 var 2. 18. Y'imiz də 4K idi. 4 var 2. Bu da oldu 8. Sizdən də istəyir Y çıx X'i. Yəni 8 çıx 18. Mənfi. Və sağ ol. İkinci su. Gələk ikinci su. Deməli, ikinci su nə edə bilərik? Bunu Y böl X bərabərdir 9'da 4 yazıram. Bunu çarpaz vururam. 4X bərabərdir 9Y. Bizdən elədim beləsinə vurdum. Keçirirəm bir tərəfə. Alıram 4X çıx 9Y bərabərdir 0. Bundan bunu en istimalı həll edəcəm. Deməli, yazıram 4X çıx 9Y bərabərdir 0'a. 2X çıx 5Y bərabərdir mənfi 4. Bu sistemi həll etmək lazım. Əslində bu bir neçə cür eləmək olar. Bunu 5'ə vurursan, bunu 9'a, mənfi 9'a ki, bu mənfi 45, bu da müsbət 45 Y olsun ki, islah olsun. Və yaxud mən belə eləyərəm əslində. Bunu mənfi 2'ə vuraram. Niyə? Bu 4X'dir, bu 2X'dir. Bunu 2'ə vursan, mənfi 2'ə vursan, mənfi 4X olacaq. X'lər gedəcək. Belə eləyirəm. Dediyim kimi yuxarıdan 5, aşağıdan mənfi 9'a da vurmaq olardı. Amma mən belə eləyirəm. Deməli, 2X'i mənfi 2, mənfi 4, mənfi 5'i mənfi 2, müsbət ol, mənfi 4'ü mənfi 2'yə, müsbət 8. Burada uşaqlar indi. Bu mənfi 4X'lər gedəcək. Mənfi 9Y üstə gəl 10Y. Yəni eləyəcək müsbət Y. 0'dan da 8'i topladım. Yəni 10Y-dən 9'un çıxanda 1Y qalırdı. 8'dən də 0 topladım. 8 eləmiş oldu. Y-i tapdım. Qaldı X'i tapmaq. Harada istəyirsən yerinə qoya bilərsən. Burada, 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 burada fərqi yoxdur. Mən gətirib burada qoyacağım. Böyle burada. 4X çıx 9 vur 8 bərabərdir 0. 4X bərabərdir 72. 72'ni 4'ə bölürsəm, bu da elədir 8. 18. Y çıx X edir. 8 çıx 18. Y çıx X istəyir. 8'dən 18'ini çıxıram. Mənfi 10'u almış oldum. Hətta belə eləmək olardı. Başqa bir üsul yazıram. Əvəz etmə də eləmək olardı. Necə? Baxın. Bunu yazandan sonra bura qədər eyni qalsın. Buradan X'i tapardım. X bərabərdir 9Y böl 4. Bunu gətirib burada X'in yerinə qoyacağım. Necə? Deməli 2X, yəni 2 vur. X'in yerinə yazıram 4'də 9Y. Çıx 5Y bərabərdir mənfi 4'ə. Deməli 2 ilə bu getdi qaldı burada. 2 ilə 4'ü ixtisarladım, aşağıda qaldı 2. 9'u 2'yə bölürəm 4,5Y. Çıx 5Y bərabərdir mənfi 4. 4,5'dən 5'in çıxanda 5'dən 4,5 çıxıb qabağına mənfi yazdım. 5'dən 4,5 çıxanda 0,5 edir. İndi mənfini mənfi bölündə onsuz da müsbət edir. 4'ü 0,5'ə bölmək lazımdır. Bu da vergülər arxayı çəkilir. 40 böl 5 edir. Yəni 8 edir. Ondan sonra 8'in bu qiymətini gətir burada qoy yerinə. X'i tapaq. X bərabərdir 9 vur 8 böl 4. Bu da edir 18. Bizdən də Y çıx X'i istəyir. 8'dən 18'ini çıxırsan eləyəcək mənfi 10. Yəni bir neçə üsulla eləmək olar. İndi davam edirik 14-cü sualda. 14-cü sualda nə edirik uşaqlar? 14-cü sualda tam kvadrat ayırmağa keçirik. X kvadrat üstə gəl Y kvadrat üstə gəl 4X çıx 6Y üstə gəl 13 bərabərdir 0. Tam kvadrat ayırıram. Yəni X'ləri bir yığıram. X kvadrat üstə gəl 4X üstə gəl. Neçə yazım ki bu mənə X plus neysə kvadratını versin. Bura 4 yazmalıyım. Dərs müəllim hardan bildiniz 4 olduğunu? Baxın uşaqlar, bu X'in qarşısındakı ədədi həmişə 2'yə bölüb kvadratını yazırıq. Çünki müxtəsər vurma düsturuna çıxanda bu A kvadrat 2AB B kvadratıdır. Ona görə də bunu 2'yə bölürük. 4X'i 2'yə böldüm. 2X. Yəni 2, 2'in kvadratı 4. Bu bizə X plus 2'in kvadratını verəcək. İndi Y-lərə gəlirik. Y kvadrat çıx 6Y. İndi burada 6Y-dir. 6Y-i 2'yə bölürəm. 3Y, 3 yəni 3'in kvadratı 9. Üstə gəl 9 bərabərdir 0. Elə bilin ki uşaqlar bunun üçün 4 və 9 olaraq vuruqlara ayırdım.
Bu da y çıx 3-ün kvadratını vermiş olur. Və demişdik ki, kvadratların cəmi sıfırdırsa, ayrı-ayrı sıfıra bərabər edirik. Və sizdən də istəyir, x vur y hasilini -2-ni 3-ə vurursan, -6. Davam edirik 16-cı sualda. 16-cı sualda məsələ nədir? 16-cı sualda məsələ odur ki, uşaqlar, axırda cəm sıfıra bərabərdir. Yəni, ayrı-ayrı sıfıra bərabər edəcək. Deməli, x, nə doğrusu, 5-də 4y çıx 24-ün kvadratı üstə gəl. 2-də 1x üstə gəl. Y çıx 8-in kvadratı bərabərdir 0. Deməli, ayrı-ayrı sıfıra bərabər edəcəm. 5-də 4y çıx 24 bərabərdir 0. 5-də 4y bərabərdir 24. 24-ü 5-də 4-ə bölməliyəm. Yəni 4-də 5-ə vurmalıyım. 24-ü 4-ə böləndə 6. 6-nı 5-ə 30. Keçirik ikinci. 2-də 1x üstə gəl y çıx 8-i sıfıra bərabər eləməliyəm. Y-in deyilini 30. 2-də 1x plus 30 çıx 8 bərabərdir 0. 2-də 1x üstə gəl 22 bərabərdir 0. 2-də 1x bərabərdir -22. -22-ni 2-yə vururam, -44. Bizdən də deyir x-i tapdıq, -44. 18-ci sualda eyni şeydir. Əslində orada uşaqları çaşdıran kiçikdir, bərabərdir 0 verməkdir. İndi onu da izah edirəm. Deməli, 18-ci sualımız. Deyir ki, modulda x çıx 4, üstə gəl 3y çıx 7, kiçikdir, bərabərdir 0. Uşaqlar, modul 0 idi. Bu deməkdir ki, modulların cəmi ya mənfidir, ya 0-dır. Biz də demişik ki, moduldan heç vaxt mənfi çıxanmaz. Belə çıxır ki, modulların cəmi mənfi olanmaz. Ondan qalır 0-a bərabər olmaq. Ayrı-ayrı 0-a bərabər edirəm. Buradan x-i 4 tapırıq. Buradan 3y çıx 7-ni 0-a bərabər edəsəm 3y bərabərdir 7. Y də bərabərdir 7 böl 3. Və bizə x-lə y-in cəmini istəyir. 4-lə 3-də 7-ni toplayırsınız. Eləyir 4-dan 3-də 7. Bunu da çeviririk düzgün. Olmayan kəsrə eləyir 3-də. 4 dəfə üçün 12. Üstünə də 7-ni gələndə 19. 3-də 19 almış olur. Davam edirik 20-ci sualımızla. Deməli, baxaq görək sualımız nədir? Sual belədir. X plus y adı. X çıx y isə, doğrusu, x çıx 3y isə 6-dır. Və deyir ki, tənliyin x, y həlli üçün. Deməli, mənə tənliyin həlli lazımdır, uşaqlar. X, y həlli. Deməli, bunu yuxarıdakini 3-ə vuraq. Deməli, olacaq 3x, 3y, 3a. Aşağıdakı x çıx 3y bərabərdir 6. 3-ə vurdum ki, y-lər eyni olsun, bunlar ixtisar olsun. 3x-dən x-i topladım 4x. 3a ilə 6-nı toplayıram, 3a plus 6 olmuş olur. X-i tapsam buradan 3a çıx plus 6 böl 4 olmuş oldu. Aparıb yerinə qoyub y-i də tapmaq olur. Və yaxud indi istəyirsiniz, x-ləri mənfi 1-ə vurun, x-lər getsin, oradan da y tapaq. Ya da ki, dediyim kimi, aparıb yerinə də qoya bilərsiniz. Eləmə, bax, birincidə yerinə qoyuram. X plus y bərabərdir a-da. X-in yerinə yazıram 3a plus 6 böl 4. Üstə gəl, y bərabərdir a-ya. Buradan y tapsaq, a-dan çıxmalıyam 4-də 3a plus 6. Ortaq məxrəci gətirirəm. Bu a-nın məxrəci 1-dir, vurmalıyam 4-də. Y bərabərdir 4-də 4-də. Çıx 3a, çıx 6. Baxırsınız, niyə? Bunu da 1-ə vurmalıyam. 1-ə vuranda olsun 3a plus 6-dır. Sadəcə qarşıdakı mənfiyə görə hər ikisi işarəsini dəyişir. Yəni y olur a çıx 6 böl 4. Və sizdən istəyir. X kvadratı çıx y kvadratı. Ya bu x kvadrat çıx y kvadratı müxtəsər kimi yaz. Çıx. Ya da ki, elə onun x-in kvadratından y-in kvadratın çıx. Necə sizə rahatsa edə bilərik. Deməli, mən indi x-in kvadratı çıx y-in kvadratı yazıram. X-in kvadratı olur 3a plus 6 böl 4-ün kvadratı. Y-in kvadratı isə a çıx 6 böl 4-ün kvadratı. Bunu sadələşdirəndə birinci olur 16-da 9a kvadrat. Üstə gəl, hasilinin 2 misli 36a. Üstə gəl 6-ın kvadratı 36. Çıxılsın
16'da a kvadrat çıxılsın 12a plus 36 bərabərdir. Mən yuxarını silirəm. Misalın davamını oradan yazım. Deməli, məxrəclər eyni olduğu üçün mən bunları eyni kəsirdə yaza bilərəm. 9a kvadrat üstəgəl 36a plus 36 çıx. İkincini çıxıram. A kvadrat üstəgəl 12a çıx 36. Diqqət yetirdinizsə, ikinci tərəfin işarələrini dəyişdim. Baxın, bu mənfiyə görə. Bax, bu mənfiyə görə işarələri dəyişdim. Burada nə baş verir? 36'lar islah olunur. 9a kvadratdan a kvadratını çıxdım. 8a kvadratı. 36 ilə də 12'ni topladım. 48a böl 16. Bunları ayıraq. Yəni 8a kvadratı böl 16. Üstəgəl 48a böl 16. Deməli 8 ilə 16'nı ixtisar elədim. 2-də 1a kvadrat. 48'də 16'ya böldüm 3'ə. Aldım belə bir ifadə. Sənə deyir ki, bunun ən kiçik qiymətini tap. Kvadratik funksiya almışıqsa, bunun ən böyük ən kiçik qiyməti mənfi d bölü 4 ilə tapılır. Yəni mənə diskriminant lazım. Gəlin tapaq. Diskriminantımız b kvadratı çıxılsın 4a-siydi. B-miz burada 3'dür. Çıxılsın 4 vurulsun. A-mız 2-dədir. C-miz isə 0'dır. Çünki üstəgəl ədədimiz yoxdur. Bu oldu 9. Mənfi d bölü 4'ə da yerinə qoysam d-miz mənfi 9 olacaq. Burada 4 vur A-mız da 2'də 1. Yəni mənfi 9 bölü 2. Mənfi 4,5. Deməli, ən kiçik qiymətimiz mənfi 4,5'ə bərabərdir. 21-ci suala baxaq. Əslində 21-ci sualı bir neçə üsulla həll etmək olar. Amma ən rahat üsul nə deyərdim mən burada? Mən deyərdim ki, 21-ci sual. Deməli, modulda x çıx y plus 1 bərabərdir x plus y plus 1'əm. Bu birisində isə modulda x plus y plus 1 bərabərdir x çıx y plus 1'əm. Və bu sistemi həll etmək lazımdır. Sistemdən isə sistemi həll edilir. Aha, baxırsınız. Deməli, mənfi y-dən müsbət y çıxıb moduldan. Müsbət y-dən də mənfi y çıxıb. Bu necə ola bilər? Əgər x mənfidirsə, niyə hər dəfə belə dəyişib işarələr? Deməli, belə çıxır ki, bu y-in mənfisi ilə müsbətin fərqi yoxdur. Çünki y əgər müsbət ədəddirsə, bu müsbət çıxmalıdır. Mənfi də olanda müsbət çıxmalıdır. Müsbət olanda da müsbət çıxmalıdır. Deməli, uşaqlar, y-in mənfisi ilə müsbətin fərqi yoxdursa, belə çıxır ki, bu y yalnız və yalnız nə ola bilər? 0 ola bilər. Yəni y-i yerine 0 qoysaq, birincidə, ikincidə fərqi yoxdur. Hansında qoyursunuz qoyun. Tutaq deyək, birincidə 0 qoydum. Olur x çıx 0 plus 1 modulda bərabərdir x plus 0 plus 1. Bu zaman alırsan modulda x plus 1 bərabərdir x plus 1'ə. Modul özünə bərabərsə bu deməkdir ki, modulun içindəki ifadə müsbətdir. Bilirsiniz mi? Baxın, modulda 5. Bu bizə nə verir? 5. Yəni sağla sola yenilsə bu müsbət ədəddir. Görürsünüz, eynidir, müsbətdir demək. Amma mənfi 5 bərabərdir 5. Mənfədə də olunur, müsbət çıxır da moduldan. Görürsən, əks ədədlərdir bu. Əksi olanda sağla sola, onda mənfi. Bununla bu əks sayılmır. Eynidir deyə, deməli x plus 1 müsbətdir. Yəni x böyüdür, mənfi 1. Deməli, cavab oldu. Alayım. Devam edirik. 22-ci sual. Sual belə. Y plus x minus 1 bərabərdir 0 və modulda y çıx x çıx 1 bərabərdir 0 sistemi həll elədik. Tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplayanda x-lər gelir çünki bir mənfidir, bir müsbətdir. Y-lərə gəlir. Y plus modulda y mənfi 1-dən də mənfi 1 toplayanda mənfi 2 bərabərdir 0. Y plus modulda y bərabərdir 2. Əgər y-ə desək ki, mənfidir. Yəni moduldan çıxardığında normalda bir dəfə müsbət, bir dəfə mənfi çıxartmalıyıq. Yəni bir dəfə bu olmalıdır. Y plus y bərabərdir 2. Bir dəfə də olmalıdır. Y çıx y bərabərdir 2. Yəni bir dəfə moduldan müsbət, bir dəfə mənfi çıxartır. Bu mənfinin onsuz da həlli yoxdur. 0 bərabər 2 olası deyil. Bu getdi. Buradan 2y bərabərdir 2. Yəni y oldu 1. Y-i 1 tapdıq. Qaldı x-i tapaq. Deməli, apar yerinə qoy, x-i tapaq. Deməli, aparıb birinci tənlikdə yerinə qoyuram. Y yerinə yazdım 1. Üstə gəl x çıx 1 bərabərdir 0. Birdən də 1'in çıxıraq, bu oldu 0.
X bərabərdir 0. Deməli, y-im də var, x-im də var. Mənə deyir y çıx x. Yəni 1 çıx 0 eləyir 1. Davam edirik. 24-cü sual. Deməli, 24-cü sualımız nədir məsələ? Misal belədir. X kvadrat çıxılsın, y kvadrat bərabərdir 35 olarsa, x, y natural ədədləri üçün 5x plus 7y-in ən kiçik qiymətini tap. Uşaqlar, budur. X çıx y, x plus y bərabərdir 35. Burada 2 hal olacaq. Vuranda 35 eləyən ədəd. Ya 1 ilə 35-dir. Deyirsiniz müəllim, nə bildiniz ki, çıxma 1. Natural ədəddə deyə uşaqlar. Çıxma balaca olmalıdır, toplama böyük. Ya da ki, uşaqlar 5 ilə 7-dir. Yenə eyni qayda çıxmanı balacaya, toplamanı böyüyə bərabər edirik. Gəlin indi bunları hesablayaq. Y-lər gedir, 2x toplanır 36, x də bərabərdir 18. Deməli, x-imiz oldu 18. Y-imiz neçədir? 18-in üstündə neçə gələm 35 eləsin? Y də olacaq 17. İndi buna gələk. Burada y-lər gedir, 2x bərabərdir 12, x 6-dır. 6-nın üstünə neçə gəlim ki, 7 eləsin? Sizcə hansında 5x plus 7 kiçik olar? Təbii ki, bu halda. Görsən, orada rəqəmlər böyükdür. Bu halda. Deməli, mənim x-dan y-im bu qiymətlər olacaq. Kiçik dediyi üçün. İstəyirsinizsə ikisini də hesablayın. Yəni, bu ifadəni həm bu rəqəmlər üçün hesablayın, həm bunlar üçün. Baxın, hansı kiçikdir, amma avtomatik 18, 17 və 6, 1 almışamsa, təbii ki, bu daha balacadır. Ona görə də elə birbaşa bunu yoxlayıram. 5 vur 6, üstü gəl 7 vur 1. Bu da oldu 37. Deməli, ən kiçik qiymətim budur. Ən böyük istəsə isə onları yerinə qoyub yoxlayardım uşaqlar. Davam edirik. Davam edirik. 26-cı suala baxaq. Nə deyir 26-cı sualda? 10x kvadrat üstə gəl x, y çıx 3y kvadrat bərabərdir 19. Deyir ki, bərabərliyi ödəyən x, y natural ədədlərinin hasilini tapmaq lazımdır bizə. Biz burada eləyə biləcəyimiz yalnız və yalnız uşaqlar parçalama eləyə bildik də. Yəni, əlimizdən gələn odur. Parçalama eləyib, ortaq vuruq çıxardıb sadələşdirə bilərik. Deməli, əslində bir neçə üsul eləmək olar. Sol tərəfi vuruqları ayırıb 19-a bərabər eləmək olar. Ona görə də sol tərəfi parçalamaq lazımdır ki, vuruqlara da ayıra bilək. Görək necə parçalayaq ki, vuruqlara ayıra da bilək. Əslində, viyyət eləmək olar. Nə mənada? Kvadrat cədlin vuruqlara ayrılması kimi. Kvadrat təyini həll edib x1, x2-ni tapaq. Sonra A vurulsun, A vurulsun, x çıx x1, x çıxılsın, x2 düsturunda yerinə qoymaq olar x1, x2-ni. Ya da ki, parçalama eləməliyik. İndi gəlin parçalama eləməyə çalışaq. Görək necə parçalama eləyək ki, vuruqlarımız eyni alınmış olsun. Deməli, x-y 5x və 4x kimi yazsam, mənə heç nə verməyəcək. 5xy və 6xy kimi yazaq, bəli. Mənfi 5xy, üstəgəl 6xy çıx 3y kvadrat bərabərdir 19. Mənfi 5xy üstünə 6xy gələndə müsbət xy gəlir. Buradan 5x-i ortaq çıxardacam. Qalacaq 2x çıx y. Buradan isə 3y çıxardacam. Qalacaq 2x çıx y bərabərdir 19. İndi 2x çıx y ortaq çıxardıram. 5x plus 3y bərabərdir 19. Vuranda 19 edir. 1-i 19-a. Deməli, bu 1-dir. 5x plus 3y isə 19-dur. Və bu sistemi həll etmək lazımdır bizə. Deməli, yuxarını 3-ə vuraq ki, ikiliklər getsin.
Deməli, gəl 3-ə vuranda 6x, 3y, 3, bu birisi 5x, 3y, 19. 3y-lər gedir. 5x-dən 6x, 11x. 3-dən də 19 topladım, 22. 22-ni də 11-ə böldüm. X-imiz oldu 2. X-i 2 tapandan sonra bu 2-ni burada, harada istəyirsən yerinə qoy, y tapmaq lazımdır. Mən burada qoyacağım yerinə. 2x, yəni 2 var, 2. Çıx y bərabərdir 1. 4 çıx y bərabərdir 1. 4-dən neçə çıxın belə eləsin? 3. Yəni y də oldu 3. X vur y hasilini istəyir, yəni 2-ni 3-ə vuracağım. 6. Davam edirik. 27-ci sual. 27-ci sualda belə qarma-qarışıq görsənməyinə baxmayın. Əslində rahat bir şeydir. Nə mənada rahatdır? Baxın, bizə verib A1 x üstəgəl B1 y bərabərdir C1, A2 x üstəgəl B2 y də bərabərdir C2. X bir şey istəyir. A neçədir? Şəklə baxırıq, verilənə 3. Deməli, oldu birinci tənliyim. 3x üstəgəl y-im 4y, C-si 7. İkinciyə keçirəm. A-sı 6-dır. B-si 5-dir. C-si isə 11-dir. Əslində, burada sistemi həll eləmək də olar. Yəni, yuxarıda 5-ə, aşağına -4-ə vur, y-lər geçsin. Və ya, mən nə edəcəm? Bizdən x plus y istəyir, fikir verin. 3-dən 6-ı toplayanda 9, 5-dən də 4-ü toplayanda 9. Ona görə də eyni alındığı üçün əmsalları tərəf-tərəfə toplayıb 9-a böləcəm. Deməli, 6x-lə 3x 9x, 4y-lə 5y 9y, 7-lə də 11 elədi 18. 9-u ortaq çıxart. 9-a böl, x plus y 2-dir. Bu qayda nə vaxt keçərlidir? X plus y cəmini istəyir və bu əmsalları toplayanda eyni alınır. 6 ilə 3 9, 4 ilə 5 9 alınırsa, bu üsul keçərlidir. Əgər tutaq ki, eyni alınmasaydı, ona məcbur idim ki, tutaq ki, bunu adi sistem kimi də 5-ə vuracam, bu -4-ə vuracam, y-dən gedəcək, tənliyi həll edib x-i tapacam. İndi davam edirik 29-cu sual. Əslində 29-cu sualından 31-ci sual eyni sualdır. Sadəcə misalların tipini biraz dəyişiblər. Yəni, necə uşaqlar? Deməli, 29-cu sualımız belədir. Sual belədir. AX üstəgəl BY bərabərdir C. Və bu köklərindən biri 3,5 ilə 2-dir. Bu 3,5 ilə 2-də nə deyə bilərəm? Mən deyirəm ki, bunun birincisi x-dir, ikincisi y-dir. Gətirib bunu tənlikdə yerinə yazaq. Yazaq tənlikdə yerinə. Ki, şeyi tapaq. Oradan seni tapaq. Birinci şəklə baxırıq. X-imiz, A-mız 4-dür. Yəni, bu olur tənlik 4x. Üstəgəl, B-miz isə 3-dür. 3y bərabərdirsə və gətirib yerinə qoyuram. Deməli olur 4 vur x-in yerinə 3,5, 3 vur y-in yerinə 2 bərabərdir C. 4-ü 3,5-ə vuranda eləyir 14. Bu da 6. C oldu 20. Bunu qoyduq qırağa. İndi ikinci tənliyə keçirik. İkinci tənliyimiz mx. Üstəgəl ny bərabərdir k-dır. Və bunun kökü 2,4 ilə 3-dür. Yəni, bu deməkdir ki, x-imiz 2,4-dür, y-imiz 3-dür. İndi şəklə baxaq, n-i tapaq. M-imiz 5-dir, 5x. N-imiz 2-dir. Bərabərdir k-ya. İndi gətir yerinə qoy. 5 vur x-in yerinə 2,4. Üstəgəl y vur 3 bərabərdir k-ya. Aha. 5-i 2,4-ə vuranda eləyir 12. Bu da 6. K oldu 18. İndi mən tənliklərimi sistemdə yazıb həll eləməliyəm. Birinci tənliyim buydu. 4x plus 3y bərabərdir C-yə. C 20-dir. İkinci də budur. 5x üstəgəl 2y bərabərdir k-ya. K-mız da 18. Yəni, mənim sistemim budur. Bu sistemi həll eləməliyəm. Deyir, sistemi yaz və həll elə. Sistemi budur, bunu həll eləmək lazım. Bu zaman yuxarını 2-yə, aşağını 3-ə vururam ki, y-lər geçsin. 3, 2, 6, bunda 6. Amma müsbət olur. Birini mənfiyə vurmalıyım. Ürəviz hansını istəyir mənfiyə vura bilərsiniz. Mən bunu vururum.
Yuxarıdakını da vura bilərsiniz mənfi 2. Heç bir fərq yox. İndi 2-yə vuranda 4x 2 8. 3y 2 6 20 2 40. Mənfi 3-ə. 5-i mənfi 3-ə mənfi 15. Bu mənfi 6y 18 üçün mənfi 54. Alırıq sistemə. 6y-lər gedir. 8x çıx 15x. Eləyir. Davamı buradan yazıram. Mənfi 7x. 40 çıx 54 mənfi 14. Deyərsiniz, müəllim, bayaqdan topluyoruz, niyə çıxdıq? 40 üstəgəl mənfi 54 ona görə. Yəni 40 üstəgəl mənfi 54, 40 çıx 54 deməkdir. Mənfi 14-ü də mənfi 7-yə böləndə x-im oldu 2. Qaldı y tapaq. Bu 2-nin bu tənlikdə, bu tənlikdə, bu tənlikdə, bu tənlikdə fərq yoxdur. Yerinə qoy, y tapaq. Mən burada qoyuram. 4x, yəni 4 vur 2. Üstəgəl 3y bərabərdir 20-yə. 4-ü 2-yə 8 edir. 20-dən 8-in çıxanda 12. 12-ni də 3-ə böldüm 4. Tənliyin həlli oldu 2, 4. Bilirik, həmişə birinci x-i, ikinci y-i yazmış oluruq. Keçirik 31-ci suala. 31-ci sual bundan daha rahatdır. Da A-nı, B-ni də tapmağa ehtiyac yoxdur. Hazır belə tənlik formasından veribdir ortada. Yerinə qoyub hesablayacağım. Gəlin, yazaq. Sual belədir. Hazır özü A-sı, B-si formasında yox, qoyub yerinə sildim. Və bu tənliyin həlləri A çoxluğudur. A çoxluğunda baxırıq, rəqəmlər nədir? 3,2, 1. Yəni 20 saldır əslində. Yerinə qoyursunuz. Vəssalam. 5 vur 3,2, üstə gəl 6 vur 1, bərabərdirsə, bilirsiniz də, birinci x-i, ikinci y. 5'i 3,2 vuranda 16. 6'nın biri 6, S'de S 22. S'ni rahatlıkla tapdık. İndi keçirik ikincisine. 4x üstə gəl 5y bərabərdir k. Və bunun həlləri B çoxluğudur. Yəni 1 ilə 2,8'dir. Burada da bilirik birinci x'dir, ikinci y'dir. Tamam. 4 vur 1 üstə gəl 5 vur 2,8 bərabərdir k. 4 üstə gəl 14 bərabərdir k. K oldu 18. İndi nə edirik? Sistemi həll edəcəm. 5x üstə gəl 6y bərabərdir S oldu 22. 4x üstə gəl 5y bərabərdir k. Yəni 18. Aldım sistemi. Bu sistemi həll etmək lazımdır. Bu sistemi də həll etmək üçün y-ləri tərsinə vuraq. Yuxarıda 5, aşağıda 6, amma birində mənfiyə vurmalıyıq. Bura. Deməli nə olur? Buradan yazalım. 5'i 5'e 25x. 6'nı 5'e 30. 22'ni de 5'e 110. Aşağıda 24x mənfi. Mənfi 30y. 18'de 6'ya vuranda mənfi 108. 30 y'liklər gedir. 25x'dən 24x çıxdım x. 110'dan 108'in de çıxanda 2. X'i tapdıq 2. Qaldı y'yi tapmaq. İstən x plus y cəmini istəyir. X'i tapdıq. Qaldı y'yi tapmaq. Yəni y'yi də aparaq bunu deyib burada. Birinci tənlikdə yerinə gələn. Baxın burada. 5x. Yəni 5 vur 2. Üstə gəl 6y bərabərdir 22'ye. 5'i 2'ye vuranda 10. 22'den 10'un çıxdım 12. 12'ni də 6'ya böldüm 2. Səndən də x-dən y-in cəmini istədiyi üçün 2 ilə 2'ni toplayırsan olur 4. Bəs olun.